Hər kəsə salam. Bugün sizə Zarparkikdən nömrə necə elənir onu öyrətəcəm. İlk birinci kameranı yaxınlaşdırırsınız. Rahat görmək üçün yaxınlaşdırıram. Ondan sonra bu 100 manatlıq uzun ağ şey alırsınız. Ondan sonra bunu böyüdürsünüz. Böyüdükdən sonra bunu kopyalayıb ağ rəng eləyəcəksiniz. Ondan sonra ağ rəngi balacalaşdıracaqsınız. Burası çox önəmlidir. Əsaski nömrədə. Bu olmasa biraz nömrə pis görsənə bilər. Onu indidən sizə deyim. Aha, nömrəni bir dəqiqə mən bunu eləyim. Biraz daha böyütsək yaxşı olar. Aha. İndi ondan sonra yenə düz xət alırsınız. Bunu mavi edirsiniz. Biraz daha yaxınlaşdırım rahat görməniz üçün. Biraz uzaq eləyim. Aha. İndi bunu balacalaşdırırsınız. Aha. Ondan sonra kopyalayırsınız. Bu arada Azərbaycan bayrağını verirəm nömrənin yanına. Aha. Qırmızı xətti alırsınız. Yerləşdirin. Düzgüncə yerləşdiririk. Aha. Ondan sonra yenə kopyalayırıq. Yaşıl rəngi alırıq. Və düzgüncə yerləşdirməyə çalışırıq. Yerləşdirə bilsəm əgər. Aha. Ondan sonra ulduzu alırsınız. Ağ rəng eləyəcəksiniz və balacalaşdıracaqsınız. Buranı diqqətlicə izləyin. Sonraki deməyin ki, ulduzu necə elədiniz. Ondan sonra buradan belə biraz çıxırıq. Ondan sonra bunu belə eləyirik. Bu arada 2 dənə götürdüm mən. Xəbəriniz olar bəlkə. Aha. Ulduzu biraz əyri eləyə bilərsiniz. Orasını da mən sizə göstərəcəm. İlk birinci ulduzu aldıqdan sonra, yəni 2 dəfə aldıqdan sonra belə edirsiniz. Ondan sonra düz xət şəklinə gətirirsiniz. Ondan sonra biraz daha qurcaladığınızda ulduz alınır. Aha. Ondan sonra bunları kopyalayırsınız və yerləşdirirsiniz. Keçdik aya. Ayı necə edəcəyimi indi sizə göstərəcəm. Bu arada telefon donursa üzrlü sayın. Belə bir problemlər ola bilər hər zaman. Gedirik, ən sona gedə bilərik. Aha, gəlirsiniz, bunu alacağıq. Ondan sonra bunu balacalatmaq lazımdır. Bir də belə elədik mi tam olar. Aha. Və bunu qarşısına gətiririk. Və vəssalam. Ondan sonra bunları kopyalayırıq. Ondan sonra arxaya gəlirik. Azərbaycan bayrağının boyutunu biraz balacalaşdırırıq. Aha. Ondan sonra ən başa gəlirik. Ən başa gəldikdə yenə düz xətdən istifadə edəcəm. Buradan boz rəngi seçirsiniz. Boz rəngi. Seçdikdən sonra bir dəqiqə tam boz rəngi olmadı. Hə. Aha. Balacalaşdırırsınız bunu. Çox da böyük eləməyə ehtiyac yoxdur məncə. Aha. Aldınız. Ondan sonra bura az yazırsınız. Mən yazmışam təbii. Ondan sonra bunu qarı eləyirsiniz.
Bir dəqiqə. Burada böyütmək lazımdır. Umarım səsim yaxşı gəlirdi sizə. Ondan sonra bunu kopyaladıktan sonra bura istədiyiniz nömrəni yaza bilərsiniz. Mən yazacağım ki 77 bir dəqiqə 77 074 yazdıktan sonra bunu edirik. Böyüdürük yani. Çox da böyütməyə ehtiyac yoxdur. Biraz ortaya gəlin bir dəqiqə. Aha. Ondan sonra böyüdürük. Böyüdə bilsək əgər. Aha, yavaşcana böyüdürük. Bu arada videoyu bəyənməyi, abunə olmayı, yorum yazmayı unutmayın. Bu videoya 100 bəyəni gəlsə, sizə yol polis maşını necə öyrənir onu öyrətəcəm. Xəbəriniz olsun. İndi bunu elədikdən sonra bunu yenə kopyalayırsınız. Bura yerləşdirirsiniz. Bunu alırsınız. Düz eləməniz lazımdır. Əyri olsa olmayacaq nömrə. Ondan sonra bitdi. Dostlar bitdi. Nömrənin elənişi bu qədər idi. İstəyirsəniz maşının üstündə göstərim. Ön və arkaya alırıq. Baxın maşının son halı. Maşının son halı belədir. Nömrəmizi elədiyimizə görə hər kəsə sağollaşıram hər kəslə. Gələn videoda görüşmək üzrə. Bay bay.